Salam, mən Taymir Biologiya üzrə təlimçi müəllimi Azər Nəbi. Bugün sizlərlə bir yerdə müəllimlərin işə qəbul imtahanında istifadə olacaq sual tipli bəzi suallara sizinlə bir yerdə baxacaq. Keçirik ilk sualımıza. Toxumluğun və yumurtalığın yetişmə zonasına bərabər sayda hüceyrə daxil olmuşdur. Yetişmə zonasının sonunda alınan qametlərdə cəmi 45 cinsiyyət xromosomu mövcuddur. Biz bilirik ki, bir qametdə bir cinsiyyət xromosomu mövcuddur. Əgər burada 45 cinsiyyət xromosomu mövcudsa, deməli biz nəticədə 45 qamet almışıq. Toxumluğun deməli yetişmə zonasına bir hüceyrə daxil olanda sonunda 4 hüceyrə yaranır, 4-ü də qametdir. Yumurtalığın yetişmə zonasına bir hüceyrə daxil olanda sonunda 4 hüceyrə yaranır və onun biri qametdir. Biz isə burada artıq başlanğıc hüceyrələrin sayını bilmədiyimizə görə əmələ gələn qametləri əsasən müəyyən edəcəyik. Deməli, toxumluğun yetişmə zonasında əmələ gələn qametlərin sayını x, yumurtalığın yetişmə zonasının sonunda əmələ gələnsə x-dən ifadə edilir. Beləliklə 5x. Burada 5x bərabərdir 45 və biz burada x tapırıq 9. Yəni biz burada qametlərin sayını tapa bilirik. Və bilirik ki, yumurtalığın yetişmə zonasının sonunda əmələ gələn qamet sayı elə əslində yumurtalığın yetişmə zonasına daxil olan başlanğıc hüceyrələrin sayına bərabərdir. Və eyni zamanda da bilirik ki, yumurtalığın yetişmə zonasına bir hüceyrə daxil olanda sonunda bir qamet, 3 yönəlci cisimcik əmələ gəlir. Əgər 9 hüceyrə daxil olubsa, sonunda 9 qamet və 27 yönəlci cisimcik əmələ gələcək. Ona görə bizim buradakı sualımızın cavabı C bəndir. Deməli, keçirik növbəti suala. Əgər toyuqda yumurtalığın yetişmə zonasına keçmiş 8 hüceyrənin bölünməsi nəticəsində əmələ gələn qametlərdən yalnız biri X xromosomu daşıyırsa, onda neçə yönəlci cisimcik Y xromosomlu olacaqdır. Biz bilirik ki, əgər yumurtalığın yetişmə zonasına n sayda hüceyrə daxil olubsa, bu zaman 4n sayda hüceyrə yaranacaqdır. Və bu hüceyrələrdən 2n qamet və yönəlci cisimciyi nəzərə almaqla X cinsi xromosomu daşıyır, 2n isə Y cinsi xromosomu daşıyır. Bizim gördüyümüz məsələnin şərtində də 8 hüceyrə daxil olubsa, sonunda 32 hüceyrə əmələ gələcəkdir. Bu 32 hüceyrədən 16-sı yenə qeyd edirik. Deməli, yönəlci cisimcik və qametin sayını nəzərə almaqla 16-sı X cinsi xromosomu, 16-sı isə Y cinsi xromosomu daşıyacaq. Burada məsələnin şərtində qeyd olunur. Əgər yalnız biri X xromosomu daşıyırsa, yumurtalığın yetişmə zonasına nə qədər hüceyrə daxil olubsa, o qədər də qamet əmələ gəlir. Yəni, burada əmələ gələcək qametlərimizin sayı 8-dir. Bu qametlərdən biri X daşıyırsa, yerdə qalan 7-si Y xromosomu daşıyır. Və məsələnin şərtində bizdən soruşur ki, neçə yönəlci cisimcik Y xromosomu olar? Ümumiyyətlə, buradan da gördüyümüz kimi, həm deməli, qametlərin, həm yönəlci cisimciklərin ümumi sayı 16-dır. Biz 16-dan 7 çıxdığımız zaman, hansı ki, bu qametlərin sayıdır, yerdə qalan 9 dənəsi Y xromosomlu yönəlci cisimcik olmuş olur. Sualımızın cavabı C bəndir. Deməli, növbəti sualımız, sarı cisim döl üçün hormon sintezi etdiyi müddəti n ay qəbul etsək, ciftin hormon sintezi etdiyi müddət hansı ifadə ilə müəyyən olunur? Biz bilirik ki, embrional dövr çəkir 9 ay. Bunun 3 ayında deməli, sarı cisim qanı hormon ifraz edir. Növbəti 6 ayda isə cift qanı hormon ifraz eləməyə başlayır. Bu 3 ayın 2 ayı düşem dövrünə düşür, 1 ay isə düşür döl dövrünə. Sual bundan ibarət ki, ciftin hormon sintezi etdiyi müddət. Normalda döl dövrü 7 aydır, amma deməli ciftin hormon ifraz etdiyi müddət isə 6 aydır. Sarı cisimin döl üçün ifraz etdiyi müddəti bayaq da qeyd edirik 1 ay. 1 ayı n-lə ifadə edirik. Ciftin qanı hormon ifraz etmə müddəti isə 6 aydır. O zaman 6 ayı biz 6 n-lə ifadə etmiş oluruq və bizim sualımızın cavabı olur C bəndi. Növbəti test izahlarında görüşənə qədər hər kəsə uğurlar.